Salam, dəyərli izləyicilər. Sözün doğru, əməlinin qətiyyətli olsun deyimi Fazil psixoloq tərəfindən belə izah edilir. Heç düşünmüsünüzmü? Niyə bəzən daxili huzurumuz pozulur? Niyə özümüzü bir növ parçalanmış hiss edirik? Bunun çox sadə, lakin dərin bir səbəbi var. Sözümüzlə əməlimizin arasındakı uçurum. Sözün doğru olması sadəcə yalan danışmamaq deyil. Bu sizin daxili dürüstlüyünüzdür. Özünüzə verdiyiniz sözləri tutmaq, dəyərlərinizə sadiq qalmaqdır. Əgər bir sözü deyirsinizsə, o artıq sizin enerjinizin bir parçasına çevrilir. Doğru söz ruhun aynasıdır. Lakin təkcə doğru danışmaq kifayət etmir. Həyat bizdən hərəkət tələb edir. Əməlin qətiyyətli olması nə deməkdir? Bu, şübhələri kənara qoyub qərarın arxasında durmaq bacarığıdır. Qətiyyət, qorxunun olmaması deyil, qorxuya rəğmən irəliləməkdir. Siz sözünüzü doğru, əməlinizi qətiyyətli etdikdə, əslində xarakterinizi poladlaşdırırsınız. İnsanlar sizə güvənməyə başlayır. Çünki sizin daxilinizlə xariciniz birdir. Psixoloji cəhətdən bu bütövlük halıdır. Bütöv insan isə sarsılmazdır. İndi özünüzə bir sual verin. Bugün dediyiniz hansı sözü qətiyyətli bir əməllə taclandıra bilərsiniz? Unutmayın, kiçik bir qətiyyətli addım minlərlə boş sözdən daha ağır gəlir. Gəlin bugündən etibarən sözümüzün sərrafı, əməlimizin qəhrəmanı olaq.